Yaxın bir insanın ölümü zamanı keçəcəyimiz bəzi yas periodu mərhələləri var. Bunlardan ilki inkarla bağlıdır. Hansı ki, insan həmin yaxın insanın ölümü ilə razılaşa bilmir və onu inkar eləməyə çalışır. Belə bir ölümün olmadığına özünü inandırmağa çalışır. İkinci mərhələ aqressiya mərhələsidir ki, bu mərhələdə insan ya yaxın insanın, həmin o ölən insanla bağlı aqressiya hiss edə bilir, ya özünə qarşı aqressiya hiss edə bilir, ya ümumi dünyaya qarşı niyə belə oldu düşüncəsi ağlından keçir və müəyyən bir aqressiya duyğusu hakim olur. Üçüncü mərhələ bazarlıq mərhələsidir ki, bu mərhələdə insan daha çox nə etsəm o qayıdar kimi düşüncələr içərisinə girir. Dördüncü mərhələdə isə artıq bazarlığın bir işə yaramadığı, yəni nə etsə də həmin insanın həyata qayıtmayacağının şahidi olduğuna görə depressiv bir mərhələ başlayır. Bu mərhələdə əhval-ruhiyyə daha aşağı səviyyədə ola bilir və insan gün boyu kədər hiss edə bilir. Dördüncü mərhələdə isə artıq qəbullanma periodu başlayır ki, həmin o yaxın insanın ölümünü insan artıq qəbul etməyə və bununla barışmağa başlayır. Bu 5 mərhələnin ardıcıllığı fərqlənə bilər. Mərhələlərdən bəzilərini keçməyə də bilərsiniz. Əgər yaxın birini itirmisinizsə, bu mərhələləri özünüzdə izləyin və çalışın duyğularınızı qapatmayasınız, gizlətməyəsiniz və bastırmayasınız. Bu duyğuları yaşamağa və bu duyğuların içərisində olmağa çalışın. Ehtiyac olduğu zaman isə mütəxəssis dəstəyi almağı gecikdirməyin.